Herkese salam. Bugün histologiya bölmesine ait 30 dənəli test işləyəcəyik. Əlbəttə ki, bu izahını daha önce vermiştim. Bundan bir önceki ders İngilizce testlerine baxaq ki, daha da möhkəmlənsin biliyimiz. İndi histologiyada mən işləyirəm. Siz də özünüzdə qeydlərinizi aparsınız. Sonra yoxlayırsınız görək düzmü yazmısınız, səhvmi yazmısınız. Deməli, hansı sözün mənası səhv göstərilmişdi deyir. Baxırıq. Xondrion dəndənəvər deməkdir, düzdür. Mitoxondri sözündən. Plastos formalaşmış, düzəlmiş deməkdir, düzdür. Plastit sözündən. Membrana dəri örtük deməkdir, düzdür. Lizis parçalayıram demək idi lizosomdan. Ona görə bu səhvdir. Soma bədən deməkdir, düzdür. Birdə olacaq cavab D. 2-yə baxaq. Cədvələ əsasən X-i müəyyən edin. Hüceyrə orqanoidi hansı orqanoiddir ki, lizosomların formalaşması və plazmatik membranın təzələnməsini iştirak edir. Demişdik ki, qovuqcuqları var idi və bu qovuqcuqlar sanki belə şariklər idi və o şariklər lizosom adlanırdı. Yəni bəziləri lizosom əmələ gətirirdi. O da kimi idi? Golgi kompleksi idi. B bəndi. Sonra hansı variantda glikokaliksə rast gəlinir? Demişdik ki, glikokaliks kimdə var idi? Heyvanda. Bakteri hücrəsində hüceyrə divarıdı, pensilin hücrəsində hüceyrə divarıdı, Uotrix'də bitkidə hüceyrədir, törədici toxma bitkidə var, hüceyrə divarıdır. B variantı insanın əzələ hüceyrəsində, əlbəttə ki, heyvan hüceyrəsində. Fagositozu həyata keçirə bilər. Fago uduram deməkdir, yəni yalançı ayaqları olsun bunun. Glikokaliksə malik hüceyrələr. Bəli, yumşaqdır. Yumşaq bir xarici qat olduğu üçün, yəni hüceyrə divarı daha sərtdir də. Divar deyirsən, hüceyrə divarı deyirsən, daha sərtdir. Yalançı ayaqları ona görə var və yalançı ayaqlar əmələ gətirə biləcək glikokaliks və udmanı həyata keçirəcək. Xitin olmaz, nüvəsi, bunlar heç bir aid olmaz yəni. 5. Bitki hüceyrəsində DNT-nin sintezi gedə bilər. Hamar və dənəvər. Hamarda DNT-nin sintezi o vaxt olar ki, DNT olsun da burada. Hamar və dənəvər endoplazmatik şəbəkədə DNT yox idi. Dənəvərdə barı RNT var idi. Hamarda ümumiyyətlə heç nə yox idi. Holgidə yenə. Ümumiyyətlə Holgidə heç bir şey yoxdur. Heç buna yəni baxmağa dəyməz. Mitoxondri və bəli, xloroplastlarda DNT-si var və ona görə DNT-nin sintezi getmiş olacaq. 6-cıya baxaq. Əlaqəyə əsasən 2-ni müəyyən edin. Qram kimdə olur xloroplastda? Krist kimdə olur? Əlbəttə ki, mitoxondridə. Kristlər, pipiklər, çıxıntılar demişdik. Boşluqlara uyğun gələn adları ardıcıl tamamlayın. Hüceyrə nəzəriyyəsi kim tərəfindən formalaşdırıldı? Əlbəttə ki, Şuban tərəfindən. Sübut etdi. Bir dəqiqə. Kim tərəfindən formalaşdırıldı deyəndə, Şuban tərəfindən deyəcəyik. Sübut etdi ki, canlılığın inkişaf vahididir. İnkişaf vahididir sözünü kim demişdi? Əlbəttə ki, Beyer, yumurta hüceyrə və inkişaf vahidi. Hüceyrə terminini elmə gətirdi Robert Hooke. Cavab olacaq B bəndi. Hüceyrə nəzəriyyəsinin əsas müddəalarına aid deyil. Hüceyrə bütün canlı orqanizmlərin quruluş və inkişaf vahididir. Düzdür. Bütün orqanizmlər hüceyrələr quruluşuna, kimyəvi tərkibinə görə oxşardır. Düzdür. Hüceyrələr çoxalma bölünməsi ana hüceyrənin yeni hüceyrə yoluna ana hüceyrədən düzdür. Ana hüceyrənin yolla baş verir. Mürəkkəb quruluşu çox hüceyrəlikdə bu çox hüceyrəli sözünü gördümsə deyirəm. Bu 4-cü müddəadır. Hüceyrənin ölməsi xəstəliklərsə bu xəstəliyin hüceyrəyə heç bir aidiyyəti yox idi. Ona görə də hüceyrə nəzəriyyəsinə aid deyil. Yəni hüceyrə nəzəriyyəsinin heç bir aidiyyəti yox idi. Şəkilə aid olmayan variantı müəyyən edin. Şəkil kimdir? Mitoxondri. Demişdik ki, başmağa oxşurdu. İçərisində kristalini gördük yəni. Aid olmaz nə? Prokaryotlarda rast gəlinmir. Düzdür. Bakteriyaların deməli ki, membranlı orqanoidləri yox idi. Sonra daxilində DNT, RNT ribosomlar var. Düzdür. Kristlərdə ribosomlar, halqa şəkilli DNT-si və RNT-si də var idi. Enerji mübadiləsinin sintezinin ikinci mərhələsi burada baş verir. Xeyr, üçüncü mərhələ. Oksigenli mərhələ burada baş verirdi. Ona görə də cavab olacaq C. Bunu keçəcəyik biokimyada. İlk dəfə quduzluq virusuna qarşı vaksini Louis Pasteur əlbəttə ki, kəşf eləmişdi. Jennerin adı yoxdur. Çiçəyi də Jenner. 11. Eyler-Berg diaqramına əsasən uyğunluğu müəyyən eləyək də. Əsasən bitki hüceyrəsində rast gəlinir, əlbəttə ki, xloroplast. DNT-yə malikdir, əlbəttə ki, hər ikisi. 2 membranlı quruluşa malikdir, əlbəttə ki, hər ikisi. Əsasən funksiyası ATF sintezidir. D. 3D, BC və də A, E bəndi. Sonra verilmiş qrafik əsasını söyləmək olar. Karbon qazının miqdarını artırıb oksigenin miqdarını azaldır. Əlbəttə ki, bu kimdir? Bizim mitoxondrilərimizdir. Mitoxondrilərimizin işi oksigenlə birlikdə bizə enerji verməkdir. Ona ümumiyyətlə insanda
canlılarda. Oksigenli tənəffüsün əsas işi enerji verməkdir uşaqlar. Yəni biz əslində oksigeni deyirik, oksigen yaşamaq üçün birinci vasitədir. Niyə birinci vasitədir? Çünki enerji verir bizə. Enerji olmasa yaşaya bilmərik. Deməli oksigen enerji verəcək. Oksigen azaldıb karbonu artıran kim olacaq? Bizim enerji stansiyamız. Yəni burada mitoxondrilərin fəaliyyəti artıbdır. Bəli, A bəndi. Sonra gələk 13-ə. İlk dəfə sinir hüceyrələrində aşkar edilmişdi. Nə aşkar edilmiş ola bilər ki? Deməli, ilk dəfə sinir hüceyrələrində aşkar edilibdi. Endoplazmatik şəbəkə yox, lizosom yox, Golgi yox. Golgi ilk dəfə sinir hüceyrəsində aşkar edilib. Golgi aparatı hər bir canlıda müxtəlif quruluşlu ola bilər. Sinir hüceyrələrində məsələn torvaridir. Torvari. Bitki hüceyrələrində oraqvari. Oraqvari. Bakteri hüceyrələrində isə bakteriyada. Çubuq şəkillidir. Bu şəkildə Golginin fərqli formaları var. Bunu dərsdə deməyi unutmuşdum mən. 14-ə baxın. X və Y müəyyən edin. Ribosomun hissələri formalaşır. Nüvəcikdə formalaşırdı. Birləşir harda? Stoplazmada. Sən axtaracaqsan nəyi? Nüvəciki və stoplazmanı. Cavab olacaq D bəndi. Biz bunu nə dedik? Dedik ki, nüvəcikdə nə olsun ki, əmələ gəlir? Əsla gəlib nüvəcikdə birləşənməz. O polisomu və birləşməni harda edəcək? Stoplazmada. 15. Hüceyrə tərəfindən virusun təsirinə qarşı sintez olunan zülal. Əlbəttə ki, interferon bədənimizdə az olarsa biz virusa ağır keçiririk xəstəliyi. Cədvələ əsasən doğru variantı müəyyən edin. Membransızda zülal sintez edir. Demişdik ki, zülal sintez eləyir. Deyən kimi mən kimi fikirləşəcəm. RNT-ni, yəni ribosomu. Zülal gördümsə götürürəm. Bir membranlıdır. Hüceyrə xaricinə daşıyır. Yəni şariklər formasında. Elə bir şarlar əmələ gətirirdi. Kim? Golgi kompleksi. İki membranlıdır deyəndə onsuz dağılımda iki variant olur da. Mitoxondrinin xloroplast. Qeyri-üzvü maddələrdən üzvü maddə sintez edir. Yəni glikoza sintez edir. Kim? Əlbəttə ki, xloroplast. Tapdım kimlərin kim olduğunu. İndi deyək. X-in hissələri stoplazmada sintez olunur. Doğrunu axtarıq da. Səhvdir. Hissələri haradaydı? Nüvəcikdə sintez olunurdu. Deməli, ribosomun hissəcikləri. Y-in növə ilə plazmatik membranı əlaqələndirir. Y-in kimi idi? Golgi kompleksi. Bəli, düzdür. Elə cavab olacaq B. Düz. Y nə? Növə ilə plazmatik membranı əlaqələndirir. Yox, növə ilə plazmatik membranı əlaqələndirir. Səhvdir deyəm onu. Demişdik ki, növə ilə plazmatik membranı əlaqələndirən də plazmatik şəbəkədir. Plazmatik membranın yenilənməsində iştirak edən Golgidir. Z. Əsasən heyvanlar aləminin nümayəndələrində rast gəlinir. Heyvanlarda rast gəlinə bilməz. Axı xloroplast bitkidə olur. Y heyvan hüceyrələrinin əksəriyyətində tor şəkillidir. Bəli, demişdik ki, bayaq da onu izah elədik ki, sinir hüceyrələri heyvanlardadır və o da tor şəkillidir. Cavab olacaq D. Sonra gələk 17-yə. Hüceyrə mərkəzinə rast gəlinməz. Kimdə? Demişdik ki, yetkin eritrositlərdə rast gəlinməz heyvan hüceyrələrində. Çünki və neyronda da əslində rast gəlinməz, sinir hüceyrələrində rast gəlinər hüceyrə mərkəzi. Bir dəqiqə. Kimdə rast gəlinməz? Deməli, bir də neyronda rast gəlinməz də, sinir hüceyrələrində rast gəlinməz. Vəzli epiteli hüceyrələrində bəli bölünür olacaq, bitki hüceyrəsində bəli ibtida bitkilərdə olacaq. Cavab olacaq 1-3. 1-3 var, bəli bu bəndi. Cavab olacaq B. 18-ə baxaq. Bütün canlı aləmdə olan kim? Əlbəttə ki, ribosom, ən qədim orqanoidimiz. Ribosom bütün canlı aləmlərdə var. X, Y, Z-in cəmini tapın. Endoplazmatik şəbəkə. Bir membranlı idi, düzdür, bir membranlı idi. Bir membranlı idisə, neçəli bit cərgəsi olacaq? 2-li bit cərgəsi. Nüvədə demişdik, 2 membranlıdır. Neçəli bit cərgəsi olacaq? 4-li bit cərgəsi. Bir membran, bir qat, bir membran qatı. 2 dənə cərgədən ibarət idi. Mitoxondri 2 qatlı idi, düzdürmü? 2 membran qatı var idi. Bir qatında 2 cərgə, eləyəcək burada 4 cərgə. 4, 4, 8, 10. Cavab olacaq C. Sonra 20-yə gələk. Uyğunluğu müəyyən edin. Hüceyrədə olan karbon öykünün çox hissəsini istifadə edir. Təbii ki, xloroplast, karbon qazı istifadə edir. Oksigen istifadə edir. Kim? Mitoxondri. Əla. Ümumiyyətlə, dedik ki, enerji verir. Mitoxondri və oksigen istifadə edir. Karbon qazından da glikoza yaradır. Kim? Əlbəttə ki, xloroplast. 21. Yanlış ifadəni müəyyən edin.
Fagostoz yalnız bir aləmin nümayəndələri üçün xarakterikdir. Düzdür. Heyvanlarda. Pinostoz bütün aləmin nümayəndələrinə rast gəlinir. Düzdür. Fagostoz faqoya uduran deməkdir. Pinoda içirən deməkdir. Bu heyvanlarda ancaq mümkündür. Pinostoz isə içmək, yəni bütün canlılarda var. Hüceyrə divarına malik canlılarda fagostoz müşahidə olunmaz. Düzdür. Hüceyrə divarı sərtdir və fagostoz üçün yalançı ayaq lazımdır. Hüceyrə divarda yalançı ayaq əmələ gətirə bilməz. Hüceyrə divarına malik canlılarda pinostoz müşahidə olunmaz. Müşahidə olunar. Pinostoz elə bil ki, maçalkaya suyun hoppası kimidir də. Yəni su hopacaq bu hüceyrə divarına. Ona görə cavab olacaq burada da yanlışdır. Uyğunluğu müəyyən edin. Hüceyrə divarına əsasən təşkil olunub. Xitindən təşkil olunacaq əlbəttə ki, göbələk, yəni pensil göbələk. Sellulozadan da əlbəttə ki, bitki. B bəndi. Xitin göbələkdədir, selluloza da bitkidədir. Cavab olacaq B. Gələk 23-ə. ATF haqqında hansı fikir səhvdir? Hüceyrə enerji təmin edir. Düzdür, qeyri-üzvü maddədir. Xeyr, üzvü maddədir. ADN-in azot əsası dezoksiriboz və ortosfosfatdır. Düzdür. Kimyəvi tərkibinə görə nukleotiddir. Səhvdir. Yox, düzdür. Nukleotid ADF-in adenin var tərkibində. Sonra bir də ADN-in azotlu əsası dezoksiriboza yox, ribozadır. İndi baxıram bura. Riboza. Bu da səhvdir. 2-3 olacaq burada cavab. Hər makroergik rabitə 40 kJ enerji saxlayır. Bəli, bu da düzdür. Cavab olacaq 2-3. 2-3. Sonra 24. Uyğunluğu müəyyən edin. Klaptoplazma nüvə. Hüceyrələrin daxili mühtəviyyatını təşkil edən həlməşik maddə əlbəttə ki, sitoplazma. Hüceyrə orqanoidlərinin qarşılıqlı əlaqəsini təmin edir əlbəttə ki. Yenə sitoplazma olacaq bu da. Bir dəqiqə. Yenə sitoplazma. Sonra canlılar aləminin bir nümayəndələrində təsadüf olunur. Nətər? Bir nümayəndələrində təsadüf olunur. Kim? Təsadüf olunur və hamısında təsadüf olunur. Klaptoplazma. Bir dəqiqə. Bir nümayəndələr təsadüf olunmur olar. Olunmur. Hə də səhv oxuyuram. Olunmur. Nüvəyə ancaq birində təsadüf olunur. O da bakteriyada. Sonra hüceyrə digər hüceyrələrlə əlaqəsini təmin edir. Əlbəttə ki, qlaf. Digər hüceyrə deyirsə, xaricdən söhbət gedir. Sonra eukaryotlarda isə məlumatların daşıyıcıları yerləşir. Əlbəttə ki, növədə. E bəndi. 1D, 2AB, 3D C olmuş olacaq. 25-ci suala baxaq. Doğru kəsişməni müəyyən eləyək. Membransız hüceyrə strukturu. Burada deməli bir nədir? Nüvəcik düzdür də, plus qoymalıydı. Bax, belə deyək, membransızdır bu. Bu, hüceyrə mərkəzi bu və dənəvər tel. Bu membranlıdır. Buna minus. 4-ə minus qoymalıdır. Hüceyrə strukturu. Bax, 4-ə minus qoyub, 4 düzdür. Sonra 3-ə plus qoymalıydı. 3-ə plus qoyub. Bu da düzdür. Sonra ribosoma 2'ye de plus koymalıydı. Minus koyup bu səhvdir. 1'e de plus koymalıydı. 1, 4, 3. 1, 3, 4. Cavab 1, 3, 4 olacaq. Sonra hüceyrənin əsasən cədvələ əsasən x böl y-i nisbətən tapın. Bakteriyada rast gəlmə azotlu əsasların növ sayı. Hə, DNT, RNT. Bakteriyada həm DNT var idi, həm RNT var idi. RNT. Azotlu əsasların növ sayı onda bunda olacaq 5 dənə. Bunda olacaq 4 dənə. X-in y-ə nisbəti 5 böl 4. 5 böl 4 olacaq. Bu şəkildə cavab olacaq. Bunu biyokimya dərsində geniş bir şəkildə öyrənəcək təbii ki. Yəni burada azotlu əsaslar bakteriyada DNT-dən adenin, timin, sitozinguanin, RNT-dən də urasil gələcək 5 növ olacaq. Virusda isə ya adenin, sitozinguanindir ya da adenin timin sitozinguanindir ya da ki, yəni bu təbii ki DNT tərkibli olarsa, RNT tərkibli olarsa adenin urasil sitozinguanin olar, yəni 4 dənə olar. Ya ayrı olar, ya belə olar, yenə də 4 dənə olacaq. 27-yə baxaq. Hansı ifadə iki membranlı orqanoida aid ola bilməz? Daxili membranın, iki membranlı orqanoid kimdir? Mitoxondriya ilə xloroplast. Mən baxıram ki, elə olsun ki, buna aid olmasın da. Daxil membran qırışlığı da ola bilər. Sonra fagostoz yollu hüceyrə daxil pışqıdan maddələrin həzm prosesini lizosom eləyərdi. Bu heç birinə aid deyil bunlar. 2 götürürəm.
2-yə bölünmə ilə çoxalır, düzdür. İkisi də erintesi var idi, bölünürdü. Plazmatik membran tezlənməsində iştirak edir. Xeyr, plazmatik membran tezlənməsində Hodge kompleks iştirak edir. Ona görə 4-də götürülür. 2-4. Baxaq digər situasiyamıza. Deyir ki, təbiət canlısı təbiət arasında aralıq mövqe tutan varlıqlar göstərmişdir. Hücrəyə daxili parazit olan bu varlıqlar arasında qaraciyərə zədələyir və müalicə olunmadıqda qaraciyər serozunun inkişafına səbəb olur. Söhbət təbii ki, hepatit C-dən gedir. Mən baxıram ki, bunun xarici hissəsində zülalı var, xülat kapsidi və nuklein turşusu var. Pilusda. Bunun lipid qatı da var. Ona görə baxın lipid qatını da buradan görürüm. Yəni bu şəkli kitabda verilibdir. Serozu da hepatit C əmələ gətirir. Özür hesab edin. Deyir ki, şəkildə hüceyrə səhət forması göstərdiyini söyləmək olarmı? Bəli. Göstərilən də kimdir? Hepatit C virusudur. Viruslarda hüceyrə səhət formasıdır. Şəkildəki canlıya aid olanların hepatit C demişdik ki, erinti tərkiblidir və aid olan nə? Derintesi yoxdur, erintesi var və zülalı var. 2, 3. Və şəkildəki canlının insanda zərər verdiyi orqanın yerləşdiyi bədən boşluğuna daxil sekresiya vəzlərinin sayını. Qarın boşluğudur. Qarın boşluğunda da 2 dənə börək üstü vəz var da. Börək üstü vəz. Düzmü dedik? Qopkereşək, qaraciyər. Hədə daxil sekresiyaya aiddir. 2 börək üstü vəz. Bu qədər. Bu da bizim əlavə sualımız. Əgər bunun da cavabını işləyin, tapın. Yorumlar hissəsində yazın. Doğru cavabı qeyd edəcəm. Sağ olun, salamat qalın.